Bəli uşaqlar, ehtiyatların qiymətləndirilməsi mümkün xalis satış dəyəri ilə, yəni ilkin dəyər arasında ən kiçik rəqəmdir. Yəni nə edirik biz? Bunu mən sizə məsələ üzərindən izah etmək istəyirəm. Məsələ üzərindən izah etmək istəyirəm. Bir dəqiqə üzr istəyirəm. Deməli, məsələdə belə yazılır. 31 dekabr 2009-cu ildə yazırıq. 31 12 2009. Yəni ki, X orada 29 39 fərqi yoxdur. Bəzi ehtiyatların, ambardakı bəzi ehtiyatların mənəvi aşındığını aşkar edir. Müəssisə müəyyən eləyir ki, 31 dekabr 2029-cu ildə ambardakı bəzi ehtiyatların mənəvi aşındığını aşkar edir. Müəyyən edir bunu. Bu nə deməkdir? Yəni 8000 AZN dəyəri 8000 AZN dəyəri var. Dəyər. Yəni sənin anbarında 8000 sistemində göstərir ki, 8000 manatlıq sənin anbarında mal var. Aydındır? Müəyyən eləyir ki, Bəli. bazarda sən 500 manat xərc çəksən, sən 7000 manata bu məhsulları sata bilərsən. Aydındır? Sənin müəyyən olunur ki, 8000 manatlıq ambarda malın var. 500 manat xərc çəksən, 7000 manata sata bilərsən bu məhsulları. Burada 500 manat itiririk biz yoksa? İzah eləyəcəm. Bu Ha. ehtiyatların qiymətləndirməsindən danışırıq biz. Və bunun Aha. üçün də yazır. 31 dekabr 2009-cu ildə mənfəət zərər üzr istəyirəm, maliyyə vəsaitlərinin hərəkəti haqqında hesabatda, yəni bu ehtiyatlar hansı dəyərdə belə yazır da, hansı dəyərdə əks etdiriləcək. Aydındır. Deyir ki, bu tarixdə bu ehtiyat, yəni bu 8000 manatlıq ehtiyat maliyyə vəziyyəti haqqında hesabatda hansı dəyərdə əks etdiriləcək? İndi neyini? Bununla bağlı məsələni həll edək. Biz burada qeyd eləmişik ki, biz birinci mümkün xalis dəyəri tapmalıyıq. Çünki biz nə dedik ehtiyatların qiymətləndirilməsi zamanı? Dedik ki, ilkin dəyər ilə mümkün xalis dəyər arasında ən kiçiyi ehtiyatın qiymətidir. Dedik bunu başda. Bəli. Deməli biz birinci nə etməliyik? Mümkün xalis dəyəri tapmalıyıq. Mümkün xalis dəyəri tapmaq üçün bir düstur qoymuşuq yuxarıda. Ehtimal olunan satış qiyməti çıxılsın ehtimal olunan satış xərcləri. Bu nə deməkdir? Ehtimal olunan satış qiyməti nə qədərdir burada? 7.000. Bəli, 7000. Və ehtimal olunan satış xərcimiz nə qədərdir? 500 manat. 500 min. Bəli. Yəni 7000 6500 manat bizim mümkün xalis satış dəyərimiz var. Düzdürmü? Bəli. Gözəl. İndi nə deyir? Deməli, biz nə deyirik? Ehtiyatlar qiymətləndiriləndə nə edirik? İlkin dəyərlə mümkün xalis dəyər arasında ən kiçiyini götürürük. Bax, mümkün xalis satış dəyəri ilə ilkin dəyər arasında ən kiçiyi. 8000'den 6500 arasında. Bəli, bu sənin ilkin dəyərindir. Bu da sənin mümkün xalis dəyərindir. Bu. İndi sənin ilkin dəyərin, mümkün xalis dəyərin
Daha ən kiçik. İlkin dəyərin nə qədərdir? 8000. Bəli. Mümkün xalis dəyərin, 6500. ən kiçik dəyərin. 8000-dən çıxırıq 6500-ü. Yoxsa? Dedim Yo, axı. 6500. Elə Elə 6500. 6500 özü. Bəli, Hə, 6500. 6500-dür. Hə. Yəni mümkün ə, xalis satış dəyəri əgər ilkin dəyərdən kiçikdirsə, ən kiçiyini götürürsən. Ola bilər ki, burada ilkin dəyərin 8000 manatdır. Sən deyir ki, məsələdə deyir ki, sən 500 manat xərc çəksən, bunu 9000 manata satasan. Aha. Onunla da bağlı izah eləyəcəm, yəni əks vəziyyətlə bağlı. Deməli, sənin maliyyə vəziyyəti haqqında hesabatda əks etdirəcəyin rəqəm 6500 azındır. Bitdi. Məsələnin həlli budur. Aydındır bu. Çox sadə və rahat. Bəli. Yəni budur. Məhz ilkin qiymətləndirmə budur. Bu 1500 manatı isə sən 1500 manat itirirsən axı burada. Bəli. Düzdür? 8000 vaxtında pul vermisən. 500 manatda xərc çəksən. Nə qədər sənin xərcin var? 8500. Bəli. 7000 manata satırsan, nə qədər sənin xərcin o var? 1500. Bunu da ikili debet kredit sistemində inşallah ki izah eləyəcəm. Bu 1500-ü də xərc kimi tanıyırsan. Yəni burada məsəl üçün debetə əlavə eləyirsən 1500, kreditə əlavə eləyirsən 1500, sənin balansın düz gəlir. Bu debet kredit ikili sistem haqqında danışanda bunu izah eləyəcəm nə deməkdir. Amma indi burada yazıram ki, siz gələcəkdə bu dərslərə gəlib çatanda, biz bu dərsləri keçəndə daha doğrusu, keçmişə baxanda burada daha da yaxşı anlaya bilərsiniz ki, məsələ nədir. Fikrim çatdı? Bəli. İndi bir dənə də bunun əksi ilə bağlı sizə məsələ vermək istəyirəm ki, əksi olsa nə baş verərdi? Tamam. Tamam. İndi deyir ki 31-12 2000x4-cü ildə məhz ambarda müəyyən olunur ki 5000 AZN dəyərində mal var. Ehtiyat var. Aydındır. Bəli. Və deyir ki biz 800 AZN xərcləsək, yəni reklama qoya bilərlər, daşınma eləyə bilərlər, bazarda yeri götürüb bir aylıq icarəyə o 800 manat aren icarə haqqı kimi verə bilərlər. Mümkündür, düzdürmü? Bəli. Bunu 6500 AZN-ə sata bilərik. Bu məhsulu. Və sual da belədir. Maliyyə vəziyyəti haqqında hesabatda hansı dəyərdə əks etdiriləcək? Eyni sualı qoyuram. Aydındır. Bəli. İndi 5000 AZN nədir burada? İlkin dəyərimiz. Bəli. Молодец. İlkin dəyərimiz. 5000 AZN bizim ilkin dəyərimizdir. Biz birinci indi nə dedik biz? Bəli. Maliyyə vəziyyəti haqqında hesabatda ehtiyatların qiymətləndirilmə zamanı biz nə edirik? Xərci gəlirik. Xərci də hesablayırıq da. Ən kiçik rəqəm götürürük. Nə ilə nəyin arasında ən kiçik rəqəmi götürürük? Mümkün satışla İlkin dəyərlə ilkin dəyər arasında. Bəli, mümkün xalis satış dəyəri ilə mümkün Ehtimal xalis olunan satış dəyəri ilə xeyr, ilkin Bəli. dəyər arasında ən kiçiyini götürürük. kiçik Biz bunun üçün nə etməliyik? Birinci mümkün xalis satış dəyərini tapmalıyıq. Düzdürmü? Bəli. Mümkün Bəli. xalis satış dəyəri ilə bağlı biz nə dedik? Dedik ki, satış qiymətimiz nə qədərdir? 6500 ehtimal olunan satış qiyməti çıxılsın. Aha. Bu satışı bəli, 800. xərcimiz, ehtimal olunan xərcimiz. Yəni 6500 çıxılsın 800 azayın. Bu da eləyir 5700. 300.
Düzdürmü? Bəli. İndi burada nə baş verdi? İlkin dəyərimiz nə qədər idi? 5000. 8000. 5000. 5 gənclər. Mümkün 5000. xalis dəyərimiz nə qədərdir? 6500. 6500. Yo 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 5700. Bəli, 5700 inşallah çaşdırmayın. İndi bunların arasında ən kiçik dəyər nədir? 5000 ilkin değer. 5700. Qardaş, Mümkün xalis dəyər. 5700 ilə arasında 5000 arasında ən Yo kiçik yo yo 5000, 5000, 5000 ilkin dəyər. diqqətli olun. Üzrü sayın. Diqqətli olun. 5000. Hı -hı. Su. Deməli burada qiymətləndirmə apardıq ki, bunun maliyyə vəziyyəti haqqında hesabatda əks etdiriləcəyi rəqəm 5000 AZN-dir. Aydındır. Gördünüz burada yəni nə baş verdi? Burada o baş verdi ki, a, burada o baş verdi ki, ilkin dəyər ən kiçik dəyər oldu. Yəni məntiqlə belə bir şey yadda saxlayın ki, normalda satış qiyməti ilkin dəyərdən çoxdursa, ən kiçik dəyər elə ilkin dəyərin özü olur. Aydın nə demək istəyirəm? Bəli, bəli. Yəni burada satış qiyməti ilkin dəyərdən aşağıdır. Ona görə ən kiçik dəyər bunların arasındakı mümkün xalis dəyər götürülür. Mümkün xalis dəyər, satış dəyəri. Amma burada görürsünüz ki, ilkin dəyər satış dəyərindən aşağıdır. Ona görə də ən kiçik dəyər elə ilkin dəyər hesab olunur. Yəni bunu bir növ yadınızda saxlayın. Bununla bağlı sual var. Xeyr. Sualı var. Bir də soruşuram. Hayır hayır. Yok. Məndə yox. Digərlərində sual yoxdursa davam edeyim. Tamam. Keçirik nəyə? Ehtiyatların ilkin dəyərinə. Ehtiyatların ilkin dəyəri hardan formalaşır? Nədir? Necə formalaşır? Bununla bağlı danışaq. Cost of inventories. Deməli nədir? Ehtiyatların ilkin dəyəri nə uşaqlar? Sənin aldığın ehtiyatın alış qiyməti, alış və xərclər, emal xərcləri, çəkilən bütün digər xərclər sənin ehtiyatlarının ilkin dəyərini formalaşdırır. Sual var? Xeyr. Məsələn, Hayır. məsələn, sən məsələn iPhone 15 Pro Max alırsan. Belə də yazaq 256 GB. 10 ədəd. Nə qədər alırsan 10 ədəd. 10 ədədi almaq üçün sənin alış qiymətin olmalıdır. Düzdürmü? Bəli. Alış qiymətin məsələn 1300 AZN-dir bir dənə. Məsələn 1300 götürməkdir. 2200 AZN-dir bir ədəd üçün. Düzdür? Bəli. Deməli sənin bir ədəd üçün 2200 manat AZN alış qiymətin varsa, sənin 10 ədəd üçün 22000 vəsaitin var. Vəsait xərcləməlisən. Razısınız məndən? Bəli. Gözəl. Və bu xaricdən alırsan. Yəni burada alış xərcindən əlavə olaraq sən bunu gətirirsən də bir ölkəyə gətirirsən. Bu ölkəyə gətirdiyinə görə də sən bununla bağlı əlavə xərclərin də var. Gömrük xərcin var. Məsələn, Dubaydan gətirirsən, gömrük xərcin var. Gömrük xərcinə görə də misal olaraq gömrük xərcin var. Gömrük xərcinə görə də sən bir ədədi üçün 100 AZN pul ödəyirsən. 10 ədədi üçün də bu eləyir 1000 manat. Düzdür? 1000 manat. Bəli. Bir də sən bunu burada lisenziya almalısan, aktiv almalısan, aktivləşdirməlisən, düzdür? Bəli. Aktivləşdirmə xərci üçün də biri üçün 140 manat pul xərcləyirsən. 10 ədəd üçün də xərcləyirsən 1400 AZN. Düzdürmü? Bəli. Mükəmməl. Sənin çəkdiyin bütün xərclər nə qədərdir?
22 min. Üstünə gəl 23 100 min yok. manat. Üstünə gəl Üstüne 1400 geldi. manat. 24.450. 24.400. Bəli, bu sənin ilkin dəyərin uşaqlar. So, 24.400 manat sənin ilkin dəyərindir. Yəni sən 10 dənə telefona 24.400 manat pul verdin. Sənin ilkin dəyərin bir telefon üçün oldu 24.400 bölünsün 10. 2440 hacı. Yəni sən sabahları bu telefonu satmaq istəsən, birini 2440 manatdan aşağı sata bilməzsən. Satsan ziyan eləyəcəksən. Aydındır? Bəli. Mükəmməl. Bu ehtiyatların ilkin dəyəri. Gəldik alış məsrəflərinə. Alış məsrəfləri nə deməkdir uşaqlar? Bu da hardasa ilkin dəyərə yaxın olan bir anlayışdır. İlkin dəyərə yaxın olan anlayışdır. Amma mühasibat statü üzrə beynəlxalq standartlarda bu ayrı götürülür. Yəni bunun ayrı maya dəyəri kimi götürülür. Aydındır. İndi bununla bağlı izah verəcəm nədir bu. Gözəl insanlar. Elə Mən- alış məsrəflərlə maya dəyəri, ilkin dəyəri formalaşdırmır bir yerdə. Bəli. Yoxsa sən başa düşmürsən? Yox, ilkin dəyəri formalaşdırır. Amma burada biraz məsələ başqadır. İndi izah eləyəcəm, tam dəqiq tutacaqsan məsələni. Okey. Aha. Alış məsrəfləri deyəndə alışın qiyməti. Mən burada da göstərmişdik alış qiymətini. İdxal rüsumları, yəni bu gömrükdür, vergilər, nəqliyyat, zat hamısı, yəni bu gəlir ilkin dəyəri formalaşdırır. Okey, yəni burada deyirsiniz ki, məsələn, Hı. alış məsrəfi ilkin dəyərlə eyni qiymətdir. Xeyr. Alış məsrəfinə məhsulun maya dəyəri bir yerdə ilkin dəyəri formalaşdırır. Yəni belə başa düşdüm. Düz deyirsən. Alış məsrəfi ilə ilkin dəyər məhsulun ümumilikdə maya dəyərini formalaşdırır. Düz deyirsiniz, elədir, düzgün başa düşmüsən. Sənin bu telefonun alış qiyməti nə qədər oldu? 2400, Bir yox, adet 2000 manat. 2440 2200 manat. 2440 manat uşaqlar. Alış Sən qiyməti 2200. Yox, bu sənə Yok. başa gəlir. 2440 ümumi. Həndəsə başa gəlir o bir şey 2440 manat. Yəni biri 2440 manat. Bəli. 2440 manata. Alış qiyməti, idxal rüsumları, vergilər, ƏDV xaric, nəqliyyat yükləmə, boşaldılma, birbaşa xərclər, bunlar hamısı alış məsrəfi götürülür. İndi alış məsrəfi ilə bağlı bir dənə məsələ izah eləyəcəm. Özünüz başa düşəcəksiniz ki, mən nəyə görə bunları ayırmışam. Beynəlxalq standartda nəyə Bir görə bu? sual vermək var. Bu Hə. alış məsələsinə də alış qiyməti də qeyd olunub da. Yəni yuxarıdakı demək olar eynisi aşağıda da qeyd olunub. Eyni Yəni şeydir. fərqi nədir bunların? Yox, eyni şeydirlər. Mən izah edirəm nədir. Yəni o mən dedim axı, məsələ ilə izah edirəm ki, yəni bax, ehtiyatların mühasibat kotunun beynəlxalq standartlarında qeyd olunur ki, ehtiyatların ilkin dəyəri, bax diqqətlə qulaq asın. Ehtiyatların ilkin dəyəri, alış qiyməti, bütün alış xərcləri, emal xərcləri, ehtiyatın mövcud yerə və vəziyyətə gətirilməsi üçün çəkilən bütün xərclərin cəmindən ibarətdir. Yəni bütün xırda xərcləri tutmuş hər şey yəni ilkin dəyəri formalaşdırır. Yəni hər şeyə aiddir. Dubayda mal alırsan, o aldığın malın gəlib sənə mağazaya girib satışa hazır vəziyyətə gətirilməsi sənin ehtiyatının ilkin dəyəridir. Aha, başa düşdüm. Başa düşdünüz? Amma alış məsrəfində başqa şeylər də var. İndi izah eləyəcəm daha detallı azad başa düşəsiniz. Sən alış məsrəfində nə hesablayırsan əziz qardaş? Bax deyirəm. Alış məsrəfində ola bilər ki, sənin məsələn 2440 manata aldığını üstünə sən vergi ödəyicisən, öz vergi ödəyici xərcini gəlirsən. Vergi hesablayırsan, sən bununla bağlı vergi ödəmisən. Sən bununla bağlı gömrükdən götürüb gəlib sənin mağazada çatdırmağınla bağlı nəqliyyat xərci ödəmisən. Sən bunu satmaq üçün hansısa digər bir xidmət almısan, lisenziya almısan. Dövlət tərəfindən lisenziya almısan ki, mən bunu gəlib ölkədə sata bilərəm. Bu sənin alış məsrəfindir, amma sənin malının satış qiymətinə dəxli yoxdur axı bunun.
Aydın olmur. İzah edəcəm. Bir dənə sual var. Sualla məsələyə baxacağıq, izah olunacaq. Məsələ nədir? Deməli, qeyd edir ki, deməli undan məsələdə yazır ki, unun alış məsrəfi ilə əlaqədar aşağıdakı məlumatlar mövcuddur. Qulaq asırsınız. Bəli. Bəli, bəli, qulaq. Alış qiyməti xaric digər ödəmələr nağd pulla ödənir. Deməli, bu adam un alır. Sualdan məlum oldu ki, 10 alır. Deməli, nə yazıb? 1000 kiloqram un. Aydındır. Un alır. Bunun üçün 1 kiloqramı 1 dollardır. 1 dollardır qiyməti. Xaricdən 1 kiloqramı 1 dollardan un alır. Aydındır gənclər. Bəli. Nə qədər dollar pul verməlidir bu? $1000. Bəli, 1000 dollar pul verməlidir. Getdik. Deyir ki, bu 1% indirim əlavə eləyir. Əldə eləyir. Əldə edilmiş endirim. 1%. Bu Yəni $100. 10 dollar əziz qardaş. Və $10, hə. 10 dollar endirimi var. Sual var. Xeyr. 10 dollar endirimi var. Sonra gəlir nə deyir? Deyir gömrük idxal rüsumu. Bunlar məsələdə şərt verilib ha. Yəni bu özümüzdən yazmırıq. İdxal rüsumu. Bu məsələdə yazılmış şeylər. 85 manat. AZN. Sonra deyir ƏDV 321 azini. Sonra deyir daşınma xərci 60 azin. Sonra deyir müqavilənin bayaq şeyə gəldik. Hazırlanması üçün hüquqi xərc 35 azin. Aydındır. Və deyir ki, unun ilkin dəyərini hesablayın. Unun ilkin dəyərini hesablayın. Aydındır. İndi Aha. bunu bax bu ehtiyatların ilkin dəyərim var ha. Burada daha detaylı başa düşəcəksiniz. Mən bu misalı burada sadəcə ilkin anlayış formalaşsın deyə sizə vermişdim. Aydındır. İndi burada daha detaylı başa düşəcəksiniz ki, ilkin dəyər necə formalaşır, hardan formalaşır və alış məsrəflərinin ilkin dəyərin formalaşmasında olan rolu nədir? Aydındır. Bəli. Gözəl. Tamam, indi bu ilkin dəyər ümumiyyətlə maya dəyəridir. İlkin maya dəyəridir. Aydındır. Biz nə etməliyik burada uşaqlar? Biz ilkin dəyərə, alış məsrəflərinə nəyə aid elədik? Alış qiyməti, idxal rüsumu, vergini, ƏDV xaric, nəqliyyat, yükləmə, boşaltma, birbaşa xidmət, material, hüquqi xərclər, zatlar hamısı bizim alış məsrəflərimizi formalaşdırır. Mənlə razısınız? Bəli. Allah. Məsələdə də qeyd olunur ki, 1 dollar 1.7 AZN-dir. Yəni bu standart olaraq məsələnin özündə qeyd olunur. İndi gəlin bunu hesablayaq. Biz burada nə yazdıq? Alış qiyməti. Birinci, düzdürmü? Bəli. Alış qiymətimiz neçə manatdır? 1000 dollardır. Neçə manatdır? Yox. Yəni 1.7-yə vur. 1700 manat. Sən bütün xərclərin manata çevirməlisən. 1700 azın. Sənin endirimin. 17 Endirimin nə 17 qədərdir? manat.
Minus 17 17. AZN. Bax bu formada yazırsan. Buna da minus 17 AZN. Niye böyle götürmüyoruz? Hı, tamam. Belə yazaq. Minus 17. Onu da burada AZN-ləri buraya yazaq ki, biz bunları hesablayacağıq. Hə, hə. Dalşı. Deməli, idxal rüsumumuz var. Var. Nə qədərdir? 85. 85. 85 AZN. Ha, biz bütün xərcləri toplayıb bir dənə endirimi çıxırıq yekun məbləğdən. Yerdə alınan məbləğ yəqin ki. İlkin dəyər kimi çıxacaq. Yox. Yox. Bütün xərcləri toplaya bilməzsən. Okey. Okey. Bir dəqiqə uşaqlar. Tamam. Bizim toplam çəkdiyimiz xərc nə qədərdir? Necə çıxarda bilərik bunu? Yəni alış xərcini çıxırıq da alış qiymətini. Hamısını toplayıb 1700 çıxırıq. Allah hamısını toplaya bilməzsiniz. Bax dərsinizdə diqqət olsun. Dedim axı ƏDV Endirmə çıxırıq. Hə, ƏDV sayıl. başa düşdüm. ƏDV-ni sən xərc kimi toplaya bilməzsən. Olmaz. Çünki sən onu əvəzləşdirirsən. Yadda saxlayın. Əlavə dəyər vergisi əvəzləşdirə bilirsənsə, sən onu xərc kimi tanıya bilməzsən. Nöqtə. Çaşdırmayın. Basit çaşdıracaq. Sual salacaq. Gedəsiniz hesabat verəcəksiniz. İlkin dəyər hesablayanda götürüb əlavə ƏDV-ni salacaqsınız ora dəyər çıxaracaqsınız. Bu sizə baha başa gələcək. Sən 320 manatı orada dəyər kimi hesablasan, sən bunu 2000 manat maya dəyəri çıxaracaqsan. Amma ƏDV mən ilk dərsdən sizə deyirəm, bax diqqətlə yadda saxlayın. ƏDV-ni heç bir məhsulun üstündə xərc kimi tanımayın. Ha burada nə yazmışam punktda? Vergilər, ƏDV, əvəzləşdirilə biləcək vergi xaric. Aydındır? Bəli. Məsələnin punktunda da yazılıb ƏDV mötərizədə əvəzləşdirilir. Deməli mən bunu xərc kimi avtomatik silirəm. Mənim də burada cəmi xərcim olur 1863 manat. Mən 1863 manat xərc çəkmişəm. Yəni cəmi mənim məsrəfim 1863 manat olub. Yəni toplayırsan bunları, toplayırsan yəni mən 1700-dən 17-ni çıxırsan, üstünə 85 gəlirsən, üstünə üzr istəyirəm. 1700-dən 17-nin endirim alırsan, və də yəni bunları bir-birindən çıxanda hamısı 1863 manat xərcim var. Bunların fərqi nə qədərdir? 1053 manat. Yox, 1683 manat. Nə Hə, 1000? 1600. 1683 manat. 1683 manatın üstünə də bunları gəlirsə, 180 manat. Bax uşaqlar, bura fikir verin, burada yazır. Excel-də belə bir mexanizm var da, avtomatik hesablayır. Bunların arasındakı fərq 1683 manatdır. Bunları da toplayırsan ondan 180 manat. Bu da edir 1863 manat. Bax belə. Yəni bir dəfə də göstərirəm. 1700 çıxırsan 17 manat, üstünə gəlirsən. 17 manat endirim almırsan axı, vermirsən sən o pulu. 85, üstünə gəlirsən 60, üstünə gəlirsən 35. Xərcləri toplayırsan. Bu da edir 1863 manat. Bərabər oldu bir-birinə. Bəli. İndi mən bunu sizə bir dənə ikili say sistemində burada qeyd edeyim. İkili, üzr istəyirəm, say sistemi nə idi? İkili hesablama metodunda siz üçün qeyd edeyim. Deməli, ehtiyatlar. Burada deməli bizdə ehtiyatlardır, bizdə ƏDV-dir, kreditordur, kassadır. ƏDV, kreditor. Beyninizi yandırmaq istəmirəm, amma bunu göstərmək istəyirəm sizə. Debetlə kreditdir. Deməli uşaqlar,
Ehtiyatlarımızda bizdə nə qədər xərc formalaşdı? Nə qədər xərc formalaşdı gənclər? 163 min. Bəli, bu, 1863. bu bizim 1863 manat ehtiyatımız formalaşır. ƏDV-miz nə qədərdir? Evet, 321 hesablanmır. Yoksa deyəsən. Yox, Yox, bu ödədiyimiz o. bizim mühasibat 321. sistemində bunu göstərirsən, bunun dəxli yoxdur söhbətə. aha, İndi gəldik bura kreditə. Bunların arasında sən malı neçəyə alırsan? 1683. Aha. Bəli, 1683 manat nə deməkdir? Sən borclanırsan. Kimə borclanırsan? Tədarükçüyə. Kreditora. Hədə yəni tədarükçüyə. Kreditora, 1683. Sənə kreditoru olan borcunun, sənin xərcləri və dəxli var. Xeyr. Hayır. Yəni sən kreditora borcun olur 1683 manat. Yəni bu sənin ücret kreditivə oturur. Aydındır. Bəli. İndi sual gəldi elə bil. Hə, yox gəlmədi. Bir də var, burada sənin kassanda 501 manat, 501 manat əməliyyat icra olunur. Bu nə deməkdir uşaqlar? Bunların arasındakı fərq nə qədərdir? %180 manat fərq var. Sən burada 180 manat Bəli. xərc eləmirsən uşaqlar. Bəli. Bəli. 321 manat da ƏDV-ndir. Bəli. 180 501. 321 toplayanda 501. Bu da sənin kassanda 501. borc kimi formalaşır. Aydındır. Bəli. 180 plus 321. Gələcəkdə bu dərsləri keçəndə daha detallı başa düşəcəksiniz ki, bu niyə bu formada yazılır. Aydındır. Bəli. Yəni ilkin dəyər gördünüz necə hesabladıq biz? Bəli.